Güneşə biz kəllə vursaq, nə baş verər? Ölərik. Bam, bam, bam. Yox, ciddi sual ver. Əslində biz günəşin daxilinə girdiyimiz zaman fərqli təbəqələr görəcəyik. İlk daxil olduğumuz günəşin təbəqəsinin adı fotosferadır və ora o qədər istidir ki, orada hətta almazlar belə əriyir. Orada bizi 5500 Selsius temperaturu gözləyir. İndi düzün yaşlılar şərh yazırlar ki, özün orada olmuşsan, özün hesablamısan, aha. Nəysə. Gedək daha dərinə. Növbəti təbəqə bizi 400 km sonra gözləyir. Bu təbəqənin adı konveksiya zonasıdır. Burada ionlaşmış qaz soyuyur və yuxarıya doğru hərəkət edir. Burada temperatur düz 2 milyon Selsiusa bərabərdir. Bir dəqiqə, soyuyur və 2 milyon Selsius gəl izah edeyim. Növbəti təbəqə isə şüalanma zonasıdır. Bu şüalanma zonası o qədər sıxdır ki, fotonlar içəridə sanki bir qəfəsin içindədirlər. Və burada fotonlar mütəmadi olaraq xaotik ətrafda hərəkət edir və onların yuxarı qata hərəkət edib çıxması üçün 170 min il lazımdır. Bəli, sən əslinə qalsa əməlli başlı keçmişə baxırsan. Yəni hazırda gördüyün işıq fotonu 170 min il yol sərf edib, üstəgəl 8 dəqiqə saniyə ki, yer kürəsinə gəlib çatsın. Və nəhayət biz gəlib çıxdıq nüvəyə. Burada hidrogen atomları bir-birlərinə çırpılır və orada helium yaranır. Buna termonüvə reaksiyası və yaxud da ki, nüvə sintezi deyilir. Burada heliumdan başqa deuteriy, tritiy kimi də əlavə kimyəvi elementlər də formalaşır. Burada olan temperatur 15 milyon Selsiumdur. İndi başa düşdünüzlər nəyə görə mən yuxarıdakı təbəqədə soyuyur sözünü işlətdim. Əgər bu məlumatı bəyəndinsə, o zaman videonu like etməyi və kanala abunə olmağı unutma.